Birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Bugün sizə Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin yaxınlığında 2 sot yarım torpaq sahəsində inşa olunmuş geniş bir 5 otaqlı evin təqdimatındayım. Hörmətli izləyicilərimiz, bu tip evlər satışda çox ola bilər. Ən genişi, ən böyüyün təqdimatındayım. Gördüyünüz kimi həyətyanı sahəsinə rahat şəkildə 6 avtomobil yerləşir. Pultla müdarə olunan jalüz qapı, əl qapısı, addenli, həyətin işıqlanmasına kimi hər birisi quraşdırılıb. Gecə, gündüz sensordan idarə olunur, hava qaralanda özü yanır, səhər də aydınlananda özü avtomatiki sönür. Üz görünüşü görürsünüz, möhtəşəm üz görünüş var. Vitraj şəbəkə pəncərələr evə xüsusi gözəllik qatır. Yerdən də kürsüyə özünüz şahidsiz, hündür zizəmsi var ki, alt hissəsinə artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Hündür bir ərazidir. Evin və torpağın qupçası var. Ümumilikdə 4 dövrəmə qoşa daşdan inşa olunub. Fundament, mərtəbə arası manat beton, sonda evin kəmərinə kimi mövcuddur. Daxil olaraq iç təqdimatına gördüyünüz kimi bu hissədə eyvan hissəsidir. Kombi üçün burada yer ayrılıb, kanallar da hər birisi yaxınlığında. Qapısına kimi yeni qapıdır. Daxil oluruq evimizin iç sahəsinə. Belə bir gözəl giriş hissəsi var. Fuyesi genişdir, yəni dəhliz genişdir. Qranit metal gördüyünüz hissələr hər birisi istifoldan təchiz olunub. İkinci mərtəbəyə qalxan pilləkənlər beton pilləkənlərdir. Üzü meşə materialdan işlənilib. Bu cür gözəl sürahilər işlənilib. Sol tərəfdə yerləşir evimizin bu cür gözəl, işıqlı qonaq otağı. Vitraj şəbəkə pəncərə həyətyanı sahəsinə baxın, fon işıqlarından, spot işıqlardan, figurlardan bəzədilib, kondisioner xəttlərinə kimi bütün otaqlarda kondisioner xəttləri ayrı-ayrı atılıb. Təmir tikinti zamanı materialların ən yaxşısından istifadə olunub. Səliqəli bir evdir, gözəl bir evdir. Qiymət də münasibdir, hörmətli izləyicilərimiz. Yəni bu kvadrata görə gözəl qiymətə təklif olunur. Burada yerləşir evimizin mətbəxi. Mətbəxin ölçüsünə söz ola bilməz. Rahat şəkildə bütün əşyalarınızı, mətbəxin əşyalarını yerləşdirə bilərsiniz. Stol üstü üçün də qoyub 6-7 nəfərli stol üstündə yerləşdirə bilərsiniz. Burada yerləşir birinci mərtəbədə olan yataq otağı. Çox genişdir, həqiqətən digər evlərin böyük yataq otağı genişliyindədir. Hər bir otaqda figurlar kondisioner xəttlərinə kimi atılıb. Pəncərələr də hamısı qarşılıqlı pəncərələrdir. Burada yerləşir birinci mərtəbənin sanitar qovşağı, asma tavan. Dövlət ipotekasına yararlıdır. Bu hissədə dekorativ gücdən istifadə olunub, fon işıqlarına kimi quraşdırılıb. Pilləkənlərin alt hissəsini bu hissəni qardırob kimi də bağlayıb istifadə edə bilərsiniz. Koridorun da kondisioner xəttinə kimi hər birisi ayrı-ayrılıqda düşürülür. İkinci mərtəbədə yerləşir 3 yataq otağı, sanitar qovşaq, eyvana çıxışı var. Baxın, ikinci mərtəbənin də dəhlizi genişdir. Dəhliz vasitəsinə eyvana çıxışdır. Hündür bir ərazidir, qapıya can asfaltdır. Bütün kommunallar var, sayğaclar var, mərkəzli kanalizasiya sistemidir. Həyətyanı sahəsini görürsünüz, bu cür gözəl geniş həyətyanı sahəsi var. Burada dəhlizdə bu cür figurlar işlənilib. Burada yerləşir evimizin ikinci mərtəbədə yerləşən yataq otağı, qonaq otağı genişliyində yataq otağı var. Burada isə növbəti yataq otağı yerləşir. Hər birinin ölçüsü genişdir. Özünüz gəlib canlı şahiddə ola bilərsiniz. Burası sonuncu yataq otağı. Sonunda sanitar qovşağı göstərim. Bir daha təkrar Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin yaxınlığında 569 nömrəli marşrut xəttinə cəmi 150 metr məsafədə yerləşir. Start və qiymət 145 min manata təklif olunur. Real müştərilərdən qiymətdə razılaşmaq da olacaq. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.